Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir dənəcikli naxışın toxunmasını istəyirəm göstərim. Bunu da ilmələrin fərqi eləmir. Neçə ilmə istəsəz yığa bilərsiniz. Tək-tək də ilməklər. Rezinka hissəsində bir tək bir düz toxumuşam ki, bu ilməklər bu bir təz bir düzdən əmələ gələn bir naxışdır. Bundan da kofta, jilet, şaket, uşaq üçün nəyə istəsəz toxuya bilərsiniz, papağa. Bunun üçün indi mən qısa formada yığacam milimin üstünə ilməkləri. Dört, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığıram milimin üstə. Bəs eləyir 16 ilmək. İndi mən burada rezinka əvəzi elə bir tərs bir düzdə toxuyacam. Bir sıra düz üzdən, bir sırada tərs üzdən. Kim nə qədər istəyir, o qədər də rezinka toxuya bilər. İlməkləri bir düz, bir tərs götürürəm. Axırıncı ilməyini də tərs düz toxudum. İndi arxa üzdən də yenə bir tərs bir düz toxuyuram. Bu rezinka hissəsi seçilsin deyə toxuyuram bu iki sıranı. Formada bir düz bir tərs toxundu. İndi burada 3-cü sırada tərsləri düz toxuyuram, düzləri tərs. Düzü tərs toxuyuram, tərsi də düz. Tərs üzdən də yenə. Daha heç bir dəyişiklik olmur. Hər iki üzdən tərsi düz toxuyuruq, düzü də tərs. Belə dənələr əmələ gəlir. İndi bir iki sırada toxuyuram ki, naxış buradan seçilsin. Burada da bir düz bir tərsdir. Yenə tərsi çevirirəm, düz, bu düzü tərs toxuyuram. Hər iki üzdən eyni alınır naxış. İki üzü də eyni olur. Toxunuş da iki üzdən də eynidir. İndi bir iki sıra toxuyuram ki, qoy seçilsin naxış, görünsün.
Tərsləri düz, düzləri də tərs. İndi bir sırada yenə arxadan toxuyuram. Belə diş bir naxışa alınır. İkisi də eyni olur, iki üzü də. İndi burada çox toxumuşam biraz. Burada da eyni naxışdır. Hər iki üzü də eynidir. Belə. Bu üzü də. Tərsi düzü yoxdur. Bu formada. Bu da indi toxuduğumuzdur. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər.